Kazımen şəhərində yerləşən İmam Musa Kazım əleyhissalam və İmam Cavad əleyhissalamın müqəddəs ziyarətgahının tarixçəsi. İmam Musa Kazım əleyhissalam bir neçə dəfə həbs olunmuşdu və uzun illər zindanlarda saxlanılmışdı. Amma o, ən çətin şəraitdə belə ibadətindən və duasından geri çəkilmirdi. Bu hal hətta Harunun məmurlarını da heyrətləndirirdi. Çünki imamda heç bir siyasi niyyət yox idi. Onun həbsi o qədər haqsız idi ki, məmurlar belə onun qanını tökməyə qorxurdular. Amma Harun inadından əl çəkmədi və nəhayət Sindi İbn Şahakı bu işi görməyə razı saldı. O imamı 55 yaşında zəhərləyərək şəhid etdi. Rəvayətə görə zəhəri ona xurma ilə vermişdilər. Xalq arasında İmam Musa Kazım əleyhissalam Babul Həvaic, yəni hacətlər qapısı kimi tanınır. İmam Musa Kazım əleyhissalam şəhid edildikdən sonra Bağdad yaxınlığındakı Qureş qəbirstanlığında dəfn edildi. O gündən imamı sevənlər, xüsusilə də yaxın bölgələrdən olan möminlər bu məkana gələrək imamı ziyarət edirdilər. O dövrdə siyasi təzyiqlər olsa da, insanlar bu qəbrin ətrafına toplaşır, dua və niyazla məşğul olurdu. Hətta nəvəsi İmam Muhammed Təqi əleyhissalam da dəfələrlə babasının qəbrini ziyarət etmək üçün bu məkana gəlmişdi. Onun bu ziyarəti ziyarətgahın əhəmiyyətini daha da artırdı. Bu dövr ərzində bu yer Qureş qəbirstanlığı adı ilə tanınırdı. İmam Cavad əleyhissalamın dövründə Müttəsim qardaşı Məmunun ölümündən sonra xəlifə oldu. Müttəsim İmam Cavadın öz ətrafında və xüsusən də qardaşı Məmun dövründə qazandığı nüfuza dözə bilmirdi. O imamı öldürmək üçün fürsət axtarırdı. Bu fürsət İmam Cavad əleyhissalamın məcburi şəkildə evləndiyi Məmunun qızı Ümmül Fəzl ilə münasibətlərində yaranmış narahatlıqdan sonra yarandı. Ümmül Fəzl imamın digər həyat yoldaşına olan sevgisindən qısqanclıq edirdi. Mühtəsim bu fürsətdən istifadə edərək qardaşı qızına əmr etdi ki, üzümün içində zəhər qoyub imama yedizdirsin. Ümmül Fəzl də bu işi etdi. İmam zəhərin təsirindən ağır şəkildə əzab çəkərkən Ümmül Fəzl etdiyi əməldən peşman oldu. Amma artıq gec idi. Allahın yer üzündəki hüccətini və müsəlmanların imamını 25 yaşında zəhərləyib şəhadəti yetirmişdi. İmamın mübarək cənazəsi babası İmam Musa Kazım əleyhissalamın yanında Qureş qəbirstanlığı adlanan məkanda dəfn olundu. İmam Cavadın burada dəfn olunmasından sonra bu müqəddəs məkan Kazımen adı ilə anıldı. Hicri 247-ci ildə Mütəvəkkilin oğlu Müntəzir Billah xəlifə oldu. Atasının siyasətindən fərqli olaraq həm siyasi səbəblərdən, həm də xalqın sevgisini qazanmaq üçün Əhl-i Beytə